Çobanı tutmuşam, çobanı. Əziyyətli iş, halal iş. Kişi çörəyi. Ne deyə bilərsən? Bax bu gözəl cavanlara, Bakı əhlinə. Allah candan sağ olasın. Həmişə yeməkdə, gezməkdə, içməkdə. Şabranlı balası. Bir-iki nəfər Bakıda sosial şəbəkədə deyir ki, süd içmə. Süd ziyandır. Ət yemə. Ne deyə bilərsən? Bax, kənd adamısan, rayon adamısan. 80-90 il, 100 il yaşayanlar olub. Maşallah. Biz də indi də niyə istəyirik? Bir də nəvələrimiz yeyir bir də. Nə gözünüz? 80-90 yaşında rəhmət idi dayım. Qulaq asırsan, uzun ömürlü, can sağlığı. Dərman heç ne deyə bilərsən? Dərman atıblar, ağsaqqalların böyükləri. Yox, heç mən 50 yaşım var, heç mənim balnisi görməmişim. Görürsən, 50 yaş bilmir ki, dərman nədir. Neyin şotuna? Təbiətin şotuna. Bəli. Neyin şotuna? Ağartı məhsulu, qatdığın südün. Bəli. Mən tam razı. Tamam, bravo. Buna bax, ələ bax. Kişəli, halal çörək əli, halal zəhmət əli. Tamam, var ol. Sağ ol. Öpürəm səni. Çox sağ ol, qardaş, Allah qoysun. Kət məhsullarından istifadə edin, dədə-baba yeməklərindən, dədə-baba reseptlərindən istifadə edin ki, sağlam olasınız. Bəli. Var ol, tamam, şərəflisən. Çox sağ ol, var ol. Sağ ol. Gözəllik, gör nə gözəldir, qurban olma Allaha. Qurbanım Allah'a. Buna dırnağını qurban olum, mən dırnağını nə ekim. Buna bax. Gəl iyi də, buraxıram.